Bu il müsabiqədə birinci yerin qalibiyəm. Keçən ildə müsabiqədə iştirak etmişdim, üçüncü yerin qalibi olmuşdum. Bu il mövzum süni intellektlə yaradılan filmlərin dublyajı, səsləndirilməsi və bunun ingilis dili tədrisində produktiv rolu idi. Bu yarışmada yaradıcı müəllim müsabiqəsinin bu ilki mərhələsində mən ikinci yerə layiq görülmüşəm. Layihəmin adı Virtualdan Reala layihəsidir. Bu layihədə biz şagirdləri mobil oyunlardan uzaqlaşdırıb, onları fiziki aktivliyə cəlb edirik. Həmin mobil oyunların real tətbiqlərini hazırlayırıq və onlarda dərs zamanı istifadə edirik. İlk ilimdir ki, yaradıcı müəllim müsabiqəsinə qatılmışam və üçüncü yerə layiq görülmüşəm. Və çox xoşbəxtəm ki, məktəbimin adını yüksəltmişəm. Robot texnologiyaları ilə yaradıcı dərs mühitinin yaradılmasıdır və məhz bu layihəyə əsasən biz insan qolu yaratmışdıq, funksional olaraq bir robot qolu idi və bundan düşünürəm ki, gələcək nəsillər daha da yararlanacaq və inklüziv uşaqlar da bu hətta qoldan istifadə edə bilərək dərslərini daha rahat yazmağa şərait yaradacaq. Təhsilin ən yaradıcı simaları mükafatlandırıldı. Söhbət yaradıcı müəllim yaradıcı tətbiq etmə müsabiqəsindən gedir. Qaliblərin sayı çox, ideyalar isə rəngarəng edib. Biz onlardan yalnız 3 ilə həmsöhbət ola bildik, amma bu 3 hekayə bütün layihənin ruhunu əks etdirdi. Zalın hər köşəsində bir uğur hekayəsi, hər diplomun arxasında isə yuxusuz gecələrin və böyük bir əməyin izi var idi. Tədbirdə çıxış edənlər də məhz bu məqama toxundular. Qeyd olundu ki, müasir müəllim artıq sadəcə məlumat ötürən şəxs deyil, o həm də bir ilham mənbəyidir. Bildirildi ki, bu cür müsabiqələr müəllimlər arasında sağlam rəqabəti artırmaqla yanaşı, tədrisin keyfiyyətini yeni bir pilləyə qaldırır. Bu il müsabiqədə 500 nəfər müəllim iştirak eləmişdi və qalib gələn müəllimlərin sayı 16-dır və 42 nəfər isə təşəkkürnamə ilə təltif olunacaqdır. Bu cür müsabiqələrin keçirilməsi olduqca çox vacibdir, çünki yaradıcı müəllim, peşəkar müəllim öz istedadını, öz layihələrini təqdim eləmək üçün, bir-biri ilə ünsiyyətdə olmaq üçün və təcrübələrini bölüşmək üçün bu cür müsabiqələr və tədbirlər keçirilir. Göründüyü kimi, hər bir yaradıcı tətbiq gələcəyin daha savadlı və geniş dünya görüşlü nəslinin təməl daşıdır.